19 yaşlı gəncin ağciyərləri sıradan çıxdı. Rusiyada 19 yaşlı gəncin uzun müddət elektron siqaret istifadəsindən sonra ağır ağciyər zədələnməsi ilə xəstəxanaya yerləşdirdiyi bildirilib. Həkimlərin sözlərinə görə gənc nəfəs darlığı, arterial təzyiqin kəskin yüksəlməsi və qanda oksigen səviyyəsinin ciddi azalması şikayətləri ilə tibb müəssisəsinə gətirilib. Aparılan kompüter tomoqrafiyası müayinəsi zamanı hər iki ağciyərdə fibroz, sağlam ağciyər toxumasının çapıq toxuması ilə əvəzlənməsi aşkarlanıb. Bu isə ağciyərlərin bir hissəsinin funksiyasını daimi olaraq itirməsi deməkdir. Məlumata görə pasiyent təxminən 5 il ərzində müntəzəm olaraq veyp istifadə edib. Mütəxəssislər bildirib ki, elektron siqaretlər təhlükəsiz alternativ kimi təqdim olunsa da, onların tərkibindəki kimyəvi maddələr ciddi sağlamlıq problemlərinə səbəb olur. Həkimlər qeyd edib ki, veyp istifadəsi ağciyər iltihabları, tənəffüs çatışmazlığı, yüksək təzyiq və digər ağır fəsadlarla nəticələnir. Ekspertlər xüsusilə yeniyetmə və gəncləri elektron siqaretlərin mümkün riskləri barədə məlumatlı olmağa və bu vərdişdən uzaq durmağa çağırıb.